xahiş edirəm, bu sahibkarın hər ay 20.000 manat dövlətə vergi ödəyən bir sahibkarın bunun əmlakının ələ keçirilməsinə, dələdlik yoluna mənimsənilməsinə yol verməyəsin, qarşısını alasın. Kanal 21'in hüquq şöbəsinin müdürü Əzami Mamedov etibarnamə əsasında hüquqlarını müdafiə etdiyi Əvəzata Kişiyevin dələduzluq yolu ilə aldatıldığını bildirir. Onun sözlərinə görə Bərdər rayonunda vaxtilə Su Artizan İdarəsində müdür vəzifəsində çalışmış Atamoğlan Babayev tərəfindən etibarından sui-istifadə olunaraq 500.000 manat dəyərində yanacaq götürülüb və mənimsənilib. Əzami Mamedov qeyd edir ki, faktla bağlı iş Yevlax rayon prokurorluğunda qeyri-obyektiv şəkildə araşdırılır. O, Kanal 21 vasitəsilə ölkə başçısı cənab Prezident İlham Əliyevdən və baş prokuror Kəmran Əliyevdən məsələnin ədalətlə araşdırılmasını və köməklik göstərilməsini xahiş edir. Ətraflı Əzami Mamedovun öz dilindən dinləyək. Mən Mamedov Əzami Yunusoğlu, Bərdər rayon Vərədal kəndində yaşayıram. Bu gün etibarnamə üzrə sahələrin nümayəndəsi olduğum Atakiyev Əvəz Məcidoğlu'nun başına gələn olaylardan Yevlax rayon prokurorluğu tərəfindən cinayət işini gizlədilərək örtbasdır edilməsinə cəhd edilməsindəndir. Belə ki, Əvəz Atakiyev keçmiş Bərdər rayonunda Su Artizan İdarəsinin müdürü işləmiş Atamoğlan Babayev alladaraq bu kişilər sahibkardır. 500.000 manatdan yuxarı dəyərində olan yanacaq götürmüş. Hər dəfə bu ay, o ay verəcəm bəhanəsilə qalmış. Daxildə bu barədə ərizə verdik Bərdər rayon polis şöbəsinə, sağ olsun. Bərdər rayon polis şöbəsi dərhal cinayət işi başladı. Atamoğlanı məsuliyyətə cəlb etmək istədilər. Bundan sonra Atamoğlan yalvar yapış elədi, bir 20.000 ödəniş elədi ki, gerisini də gətirir. Atamoğlan üz tutdu baş prokurorluğa. Baş prokurorluqda özünə məxsus Yevlax rayon prokurorunun əlaqəsi olan şəxsdən yanına getdi. Orada ərizə verdi ki, Bərdər rayonu qərəzlidir, polisi də, prokurorluğu da, başçısı da, hamısı Atamoğlanla qərəzlidir. Ona görə alınıb iş Yevlax rayonuna verilsin. Çox təəssüf ki, Yevlax rayonunda da işə baxanlar Atamoğlanla münasibətdə olan adamdır, ailəvi dostluq elədikləri adamdır və Yevlax rayon prokurorluğu, Laçın rayon prokurorluğu işləyəndə Ağcabəddə olanda Atamoğlanla yaxın münasibətdə olubdur. Hətta Əvəz müəllim öz getdiyi Sumqayıt şəhərində hörmətli Kamran müəllimsinin qəbulunuza orada Atamoğlanı dəstəkləyən və o işi alıb oraya yedirən imkan vermədi ki, orada Əvəz müəllimsinin qəbulunuza girsin. Bundan sonra Əvəz müəllim əlacı kəsildi, qayıtdı, gəldi, yenə də heç nə dəyişmir, hər iş örtbasdır edilib. Hörmətli Kamran müəllim, onu diqqətində çatmaq istəyirəm ki, bəli bu var. Bəzi rayonlarda da var. Yevlax rayon prokurorluğu, baş prokurorluğu da yəqin xırıtorla mı kimlənsə əlaqəyə girərək bu olayları çıxardır. Sahibkarın 500.000 manat yanacaq, aldığı yanacağı mənimsəməyə şərait yaradılır və ələ keçirirlər, dələduzluq yolu ilə. Təəssüf, hər ayda bu sahibkar 20.000 manatdan artıq vergi verir. Görəsən Atamoğlan nə verir? Buna hüquqi qiymət verən yoxdur. Deməli, bircə fikir var. Sahibkarın boynunun dalına basıb onu müflis elətmək, ta ki Atamoğlanla Yevlax prokurorluğunun canı sağ olsun. Belə mi? Olmaz. Hörmətli Kamran müəllim, mən sizin humanistliyinizə, gözəl insanlığınıza, obyektivliyinizə inanıram. Əminəm ki, Yevlaxda baş verən bu olaylardan sizin məlumatınız yoxdur. Üzümü tutaraq sizə və hörmətli prezidentimizə İlham Əliyev cənablarına xahiş edirəm ki, Yevlax rayon prokurorluğunda olan Atakiyev Əvəzin şikayəti ilə bağlı material Yevlaxdan alınsın. Hansı rayona verirsə ver, qadan alıb Yevlaxa vermə. Yevlax rayon prokurorluğu bu işdə xüsusi Atamoğlanla yaxın münasibət olduğuna görə əlaqəsi var. Müstəntiq kimdir ki? Bunu mən yaxşı bilirəm ki, istintaqda prokuratura nəzarət edeyim. Müstəntiq kişi hazırlayıb gətirib bir pul qoyub qəbul eləmir. Niyə qəbul eləmir? Çünki maraqlıdır. Yevlax prokurorluğu işin nəticəsi ilə maraqlıdır. Atamoğlana dəqiq söz verib ki, narahat olma, səni bu cinayət işindən azad edəcək. Qardaş, sahibkarın əmlaki mənimsənilib. Dələduzluq yolu ilə etibarda sui-istifadə edib, ələ keçirilib. Həmin onları Əvəz müəllimə də kömək edən, söz verən ki, narahat olma, deyən adam da var. Heç onu məsuliyyətə cəlb eləməyiblər. 6 aydır nə iş görürlər? Necə oldu ki, Bərdər rayonunda bir ayın içərisində cinayət işi başlandı, onun çıxardırdılar ki, sanksiya məsuliyyətə cəlb olunur. Amma iş dərhal dəyişdi, baş prokurorluğun vasitəsilə, baş prokurorluğun əməkdaşlarının vasitəsilə. Dəyişdi, Yevlaxa gedəndən sonra batildə qaldı. Bir daha ümidvaram ki, hörmətli prezidentimizin
etimad edib, böyük etimad göstərdiyim Kamran müəllim baş prokurorumuz kimi bu olayları nəzarətinə götürür. 16-sı qəbul keçirəsiniz, hörmətli Kamran müəllim. Həmin qəbulda, yəni Şirvan şəhərində Əvəz müəllimi qəbul edəcəksiniz və ya baş prokurorun özünə qəbul, şəxsən özünüz qəbul edib, Yevlaxda baş verən olayların obyektiv qanuni həllinə köməkdarlıq edəcəksiniz. Ümidimiz sizə və ölkəmizin prezidentinədir. Xahiş edirəm, bu sahibkarın hər ay 20 min manat dövlətə vergi ödəyən bir sahibkarın bunun əmlakının ələ keçirilməsinə, dələduzluq yoluna mənimsənilməsinə yol verməyəsin, qarşısını alasın. Yevlax prokurorunda soruşasınız görək bunu 6 ayda nəyə saxlayır? Ölümün az qallı ili çıxar. Bunu qısa 6 ay ilin çıxartmağı saxlayır. Yoxsa atama olana verdiyi sözü. Ümidvaram ki bu işlərə son qoyulacaq. Hörmətli Kamran müəllimi sözü deyib, Əvəz müəllimi qəbul edəcək, aydınlıq gətiriləcək. Sonda Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir, tədbir görmək və ümid isə aidiyyəti qurumlara və Allaha qalır.